İndi isə daha ətraflı. Ərdəbil əyalətinin Xiyav şəhərində yerləşən tarixi köhnə qala abidəsi bərpa olunmayacağı təqdirdə dağılacaq. Məlumata görə uzun illər baxımsız və qorumasız qalan tarixi qala, tarixi əsər qaçaqmalçıların qazıntıları və təbiət hadisələri nəticəsində ciddi xəsarətlər alıb. Yerli mədəni fəalların məsələni ictimailəşdirməsindən sonra Xiyavın fərmandarı Mehdi Bəxşi köhnə qalanın bərpa olunacağına dair işlər aparıldığını, bunun reallaşması üçün dövlət qurumları ilə yanaşı xüsusi sektordan da yardım almaq niyyətində olduqlarını deyib. O, tarixi abidənin bərpasının bölgənin turizm sahəsinin inkişafına da əhəmiyyətli təsir göstərəcəyini söyləyib. Qeyd edək ki, 3-cü əsrdə inşa edilən köhnə qala İran milli əsəri siyahısında qeydə alınsa da bugünə kimi bərpası üçün vəsait ayrılmayıb. Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsinin köhnəli kəndlərindən olan uşağa valideynləri Gürşad adı seçdiklərinə görə sənəd verilmir. Bu barədə Gürşadın atası Məhəmməd Zareyi məlumat verib. Oğlunun 11 aylıq olmasına baxmayaraq, Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin sənəd verməkdən imtina etdiyini deyib. Məhəmməd Zareyinin sözlərinə görə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Ancaq məhkəmədə Qeydiyyat İdarəsinin qərarını təsdiqləyib. Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin Azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinin iddiasına görə siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və İranlı kimliyi ilə ziddiyyət təşkil edir. Təbriz zindanında məhbus olan Azərbaycanlı fəal Kərim İsmailzadə 2 aylıq qapalı həbsdən sonra ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb. Zəng zamanı o fiziki sağlamlığından arxayın olduğunu bildirsə də, bu müddət ərzində çəkdiyi mənəvi psixoloji gərginlik və təzyiqlər haqqında ailəsini məlumatlandırmayıb. Kərim İsmailzadənin ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, o 2 ay əsasən tək adamlıq kamerada və məhbusların təzyiq şəraitində saxlanıldığı Təbriz zindanının xüsusi təhlükəsiz hissəsində keçirib. Qeyd edək ki, son zamanlar rejim yenidən Azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlərini artırıb. Təzyiq vasitəsi kimi məhbusların ailələri ilə ünsiyyət məhdudlaşdırılır və onlar təkrar dindirilirlər. Amerika ilə İran arasında keçirilən danışıqların uğursuz olacağı təqdirdə İranın strateji obyektlərinə hücum ediləcək. Bu barədə İsrailin Kan telekanalı məlumat yayıb. Kan telekanalından bildirilib ki, son 24 saat ərzində Amerikanın 9 hərbi nəqliyyat təyyarəsi İsrailin cənubundakı Nevatim aviabazasına enib. Bu təyyarələr Vaşinqtonun Tehranla nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə İslam Respublikasına hücum etmək üçün yüzlərlə bomba, o cümlədən Bunker dağdan bombalar daşıyıb deyə məlumatda bildirilir. Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoydu. Bunu Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxış zamanı Hikmət Hacıyev bildirib. Keçid ədaləti hər post münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçılara artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonra prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status quo hazırlayıb. Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidən qurma, transformasiya və bərpa mərhələsinə qədəm qoyur. Amerika prezidenti Donald Trump Rusiya tərəfindən Ukraynada atəşkəs təklifinə cavabın bu həftə veriləcəyini bildirib. Trump Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə keçirdiyi brifinqdə bildirib. Biz bu həftə onlardan cavab alacağıq. Əslində çox tezliklə. Görək nə olacaq. Amma biz bunun bitməsini istəyirik. Ölüm və qətllərin dayanmasını istəyirik. Mən düşünürəm ki, biz artıq sona yaxınlaşmışıq. Amma bunu sizə tezliklə bildirəcəyik. İtaliya baş naziri Giorgia Meloni də çıxışında Ukrayna məsələsinə toxunaraq deyib. Biz birlikdə Ukraynanın azadlığını müdafiə edirik.
Biz ədalətli və davamlı sülh qura bilərik. Fələstinin Həmas hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxlanıldığı bütün İsrailli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır. Bu barədə Qəzzadakı radikal təşkilatın lideri Xəlil Əl-Həyya bildirib. Həmas lideri bildirib. Həmas əlimizdə olan bütün girovların və İsrail həbsxanalarında razılaşdırılmış sayda Fələstinlilərin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır. Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın bərpasına başlanmasını və blokadanın götürülməsini tələb edirik. Amerika Dövlət Departamenti təsdiq edib ki, Çin şirkəti Changguang Satellite Texnologiya Qırmızı dənizdə Amerika hərbi gəmilərini və beynəlxalq gəmiləri hədəf alan Husi milisinə peyk görüntülərini təqdim edir. Financial Times-ın məlumatına görə Amerika rəsmiləri bildiriblər ki, Çin ordusu ilə əlaqəli olan Çin şirkəti Husilərə raket və pilotsuz təyyarələrlə gəmilərə hücumlarını davam etdirmək üçün peyk görüntüləri təqdim edir. Nəşr həmçinin bildirib ki, Amerika hökuməti dəfələrlə Çin hökumətinə şirkətin Husilərə kəşfiyyat məlumatları təqdim etdiyi və onların sabitliyi pozan hərəkətlərini dəstəklədiyi barədə xəbərdarlıq etsə də, Çinin bu narahatlıqlara məhəl qoymadığı bildirilir. Qeyd edək ki, Husilər 2023-cü ildən bəri qlobal ticarət üçün mühüm marşrut olan Qırmızı dənizdə Amerika hərbi dəniz qüvvələrinə və beynəlxalq gəmiçiliyə qarşı hücumlar həyata keçirir.